Salam əziz abituriyentlər. Bugün bizim mövzumuz Rusiyanın Azərbaycanı işğal etməsi siyasətidir. Yəni ilk əvvəl bunu bildirmək lazımdır. Və Rusiyanın Azərbaycanı işğal etmək üçün əsas prinsipi nə idi? Azərbaycan ərazilərini özünə tabe etmək və Azərbaycanda olan bütün hər şeydən faydalanmaq. Belə deyək, əsas neftdən faydalanmaq əsas prinsipi idi. Yəni bunu belə qəbul edir. Və ilk əvvəl Rusiyanın Azərbaycanın marağı 1-ci Pyotr dövründə meydana çıxdı və bunu biz necə biləcəyik? Baxın, Şimal müharibəsi aparan Rusiya neynədir? Şimal müharibəsində İsveçi məğlub elədi. Qalib gəldi, düzdür? 1700-1721-ci illərdə. Qələbə qazandıqdan sonra neynədi? Artıq Azərbaycana işğalçılıq planlarını yeritməyə başladı. Və Azərbaycana ilk gəlişi 1722-23-cü illər və 1-ci Pyotr kimi imperiya sahibi, böyük dövlət sahibi Azərbaycanda niyə qala bilmədi? Baxın, Dərbənd şəhərinin işğalından başlayır, düzdür? İmamqulu bəy açarları təhvil verir, yəni neyini? Rusiya sədaqətini göstərir və xalq da onun əleyhinə olaraq sui-qəsd təşkil edirlər Pyotra qarşı, ancaq ustaçılır və Pyotr burada öldürülmür. Sadəcə Pyotrun 1723-də geri qayıtmasının ən böyük səbəbi ondan ibarət idi ki, həmin dövrdə deyirəm axı, İsveçlə aralarında müharibə olmuşdu. Şimal müharibəsi yenidən canlana bilərdi, qızışa bilərdi və bundan 1-ci Pyotr ehtiyat elədi. Çünki bu döyüşdə qalib gəlibsə yenidən məğlub ola bilməzdi və belə deyək ki, əlində olan fürsətlərdən istifadə etməyə çalışırdı. Bundan əlavə, həm də 1-ci Pyotrun Azərbaycana gəlişinin işğalçı münasibət olduğunu və işğalçılıq etmək siyasətini Osmanlı başa düşmüşdü və bunu qəbul etmirdi Osmanlı. Osmanlı qəbul etmədiyi üçün də artıq 1-ci Pyotra qarşı neynədilər? 1-ci Pyotr başa düşdü ki, həm İsveç, həm Osmanlı mübarizə apara biləcəyi adamlar deyil, yəni dövlətlər deyil və bu dövlət hər iki cəbhədə döyüşmək 1-ci Pyotru gücdən qüvvədən sala bilərdi. Ona görə də məcburi 23-cü ildə geriyə qayıtdı. Bu birinci cəhddir. Baxın, bu birinci cəhddir. Bunu belə qəbul edirik. Bu birinci cəhdidir. Rusiyanın ilk cəhdi budur. Keçirik növbətisinə. Növbətisində biz 2-ci Yekaterinanın adını niyə yazmışam? Deyəcəklər ki, mənim axı 2-ci Yekaterina gəlməyib. Çaritsa oydu, ona görə onun adını yazmışam. Başa düşürəm. 1796-cı ildə Azərbaycana gələn kim idi? Sərkərdə Zubov. Yəni, onun öz sərkərdəsi Zubov idi. Mən də bunu bilirəm. Sadəcə, Yekaterina Çaritsa idi. Ona görə yazıram ki, uşaqlar bəzən olur, testlərdə qarşılaşdırma kimi verə bilərlər. Uşaqlar çaşmasın. Bilsinlər ki, hakimiyyətdə Çaritsa 2-ci Yekaterina idi. Ancaq Zubovun başçılığı ilə 96-cı il yürüyüşü baş verdi. Baxın, 1796-cı ildə geri qayıtmanın səbəbi 2-ci Yekaterinanın ölümü. Bax, ölümü. 2-ci Yekaterina, yəni Çaritsanın ölümü baş verdi. Lakin bunun yerinə gələn oğlu Pavel, belə deyək, Pavel, neynədir? Geri çağırdı bütün qoşunları. O qoşunların orada qalmağını istəmədi. Geriyə çağırdı. Və bu yürüyüşdə buna görə yarımçıq qaldı. Ancaq gəlib hər hansı bir məğlubiyyəti görmədi. Sadəcə 2-ci Yekaterinanın ölümü ilə Zubovu Azərbaycanın işğalından geriyə qaytaran Çar 1-ci Pavel oldu. Yəni, qoşunların geri qayıtmağını əmr verdi. Və bundan sonra nə baş verdi? Bu da bizim üçün nə olur? İkinci cəhd. Bu bizə ikinci cəhd olur. Baxırıq, bu üçüncü cəhdimiz olacaq. Aleksandr üçüncü cəhd və son, dördüncü cəhd isə 1-ci Nikolay olacaq. Yəni, bunu belə mən başına yazıram, biləsiniz. Və baxırıq, ikinci cəhddə də, yəni gördüyümüz kimi Zubovu sadəcə 2-ci Yekaterinanın ölümü üçün geri qaytardılar. Üçüncü cəhd 1-ci Aleksandr. Bəli, üçüncü cəhd 1-ci Aleksandr. Çar 1-ci Aleksandrın dövründə bağlanan hansı müqavilədir? Gürcistan müqaviləsi. Gürcistan müqaviləsində neyini? Özgə torpaqlarını bölürlər. Yəni, Azərbaycan qeyri-dövlətin torpağı idi, onlara məxsus torpaq deyildi. Nə Rusiyaya, nə də Qacarlara.
sadəcə Azərbaycan ərazisi qeyri-legal şəraitdə bunların arasında bölünür. İndi baxın, 3-cü cəhddə 1-ci Aleksandrın uğurlu olmasının səbəbi. Baxın, burada 1-ci Pyotrda Səfəvilər var idi, düzdür? 1-ci Pyotrun dövründə Səfəvilər idi və qabaqlarında kim var idi? Nadir xan. 1-ci Pyotrun dövründən danışır. 2-ci Yekaterinanın dövrü nə idi? 2-ci Yekaterinanın dövrü nə idi? Azərbaycan yenə də nə vəziyyətdə idi? Dağılıq. Hansı vəziyyət? Xanlıq. Əslində, Zubov bu əraziləri rahatlıqla işgal edə bilərdi. Çünki xanlıqlar birgəlik nümayiş elətdirmirdi. Ancaq dediyimiz kimi, 2-ci Yekaterinanın ölümü bunların işğalına imkan yaratmadı. Və hər ikisinin dövründə, hər ikisinin yenə də rahat olmanın səbəbi xanlıq, burada xanlıqdaydı, yenə burada xanlıq dövrü idi, bunu rahat işğal elədi. Burada isə nə idi? Artıq həmin ərazilər tabi edilmişdi, lakin daxildən komendant idarə və ya Qacarların nümayəndəsi tərəfindən idarə etmə sisteminə malik olmağına baxmayaraq, yenə də xanların müəyyən qədər səlahiyyətləri var idi. Parçalanmış vəziyyətdə olan ərazini işğal eləmək doğrudan da həm 1-ci Aleksandr, həm də 1-ci Nikolay üçün çox sadə oldu. 1-ci Aleksandr işğalı necə başladı? 1801-13. Baxın, niyə 1801 deyirik? Ancaq, belə deyim də, bəzən olur şagirdlər ki, müəllim 1801-də başlayıb döyüş yoxdur. Ancaq bir söz deyim, tək döyüşlə deyil. Baxın, məsəl üçün, Qubalı Fətəli xanı götürək. Bakını işğal eləmədi ki, sadəcə nicah diplomatiyası edib asılı vəziyyətə saldı, düzdür? Yəni, döyüşsüz və asılı vəziyyətə salmaq olur, mümkündür. Gəlin baxaq, 1-ci Aleksandr hansı addım atdı? 1-ci Aleksandrın ilk addımı Georges traktatı olacaq. Yəni, bunun səbəbi nədir? Səbəbini belə izah edək. Georges traktatı, baxın, Georges traktatı dedikdə, Rusiyanın Azərbaycanı işğalı, mövzunun adını zaten bilirsiniz. Georges traktatı sadəcə könüllülük prinsipi əsasında Rusiyanın təbəliyinə keçmək. Əslində, bu qaranlıq üzüydü. Reallıqda isə işğal edir. Georges traktatı. Baxın, traktat. Bu traktatdır. 1802. Digər bir məsələ, Kürəkçay. Elə bilməyin, bu müqavilələr xanlıqların xeyrinə idi. Xeyr, Kürəkçay müqaviləsi. Bu, hamısı xanlıqların əslində ziyanına idi. Çünki niyə? Mənimsəmənin bir forması idi. Mənimsəmənin bir forması idi. Baxın, Georges traktatı güya könüllülük əsasında tabi olma prinsipindən məsləhət edirlər. Baxın, Georges traktatı deyəndə deyir ki, könüllülük əsasında Rusiyanın təbərliyini qəbul edir. Və belə deyir, Kürəkçaya bağlanmanın səbəbi niyə Georgeskin ardıcılığı olmadı? Səbəb. Baxın, burada ən birinci səbəb Gəncə xanlığıdır. Gəncə xanlığı. Ham deyəcək ki, Gəncə xanlığının bura nə aidiyyəti var? Mənim, Gəncə 1804, Kürəkçay 1805. Nə əlaqəsi var? İndi deyəcəm. Əlaqə budur ki, gözəl insanlar, əziz abiyyətlər, Gəncə xanlığı 1804-cü ildə işğal edəndə Rusiya tərəfindən işğal olundu, idarə etməsini dəyişib komendanta çevirdilər də, belə deyək, öz nümayəndələri təyin elədilər, şəhərin adını nə elədilər? Yelizavetpol qoydular və buna hətta bu adı qoyduqdan sonra Gəncə deyənə cərimə, Gəncə sözünü işlədənə cərimə tətbiq elədilər. Bütün bu proseslər nə üçün idi? Gəncənin işğalı əslində bizim üçün oranı qorumaq lazım idi. Ondan əvvəl də biz haranı qorumalıydıq? Car Balakəni, Azərbaycana girişi. Baxın, Car Balakəni də qorumadılar. Bax, yəni Car Balakəni. O da qorunmadı. Burada Zaqatala var, o da qorunmadı. Bütün bunlar nə idi? Azərbaycanın əslində əleyhinə idi. Zaqatala. Bütün bu proseslər nəyə dəlalət elədi?
birliyimizin olmaması və Gəncəni tutmaqla da Rusiya nə xəbərdarlıq elədi? Digər xanlıqlara işarə elədi ki, mən sizi ələ keçirəcəm. Bax, yəni Gəncə kimi, Cavad xan kimi Cavad xan, şöhrətli bir xanı mən məğlub edib, ərazisini ala bilirəmsə, sizləri almaq mənim üçün nədir? Çox sadədir. Və bundan neynədir? Digər xanlıqlar qorxuya düşdü. Hətta biz bilirik, Gəncə xanlığına kim dəstək olmuşdu? Dəstəyi kim idi? Qarabağ. Qarabağın dəstəyi nə idi? 2 dənə top vermişdi, düzdür? Və bu 2 topun verilməyinə baxmayaraq müharibə neynədir? İstədiyi kimi cərəyan eləmədi. Hətta bütün bu hadisələr istədiyi kimi cərəyan eləməklə bərabər Gəncənin işğalından digər xanlıqlara qorxu xofunu saldılar. Və bundan sonra da ərazidə artıq istədikləri kimi o deyir, at oynatdılar. Bəli, istədikləri kimi at oynatdılar. Bütün bu prosesləri niyə elədilər? Azərbaycanda qorxu xofunu qaldırmaq üçün. Bax, Gəncənin bu cür işğalı, Gəncəni belə işğal eləmək, digər xanlıqlara qorxu yaratdı və Kürəkçay müqaviləsi də əslində adı könüllülük prinsipindən Rusiya təbəliyini qəbul eləmək olsa da, əslində işğalın bir növü idi. Əsil işğal idi. Çünki bu dövlətin tərkibində olan yəni xanlıqlar əslində birləşə bilərdilər. Amma dağınıq xanlıqları işğal eləmək Rusiya üçün çox sadə idi. Sizə bir şey deyim, Gəncə xanlığından Samux hakimliyi asılı vəziyyətdə idi. Yadda saxlayın. Gəncə işğal olunduğu üçün də, baxın, ola bilər ki, kitabda ayrıca qeyd eləməsin. Amma mən sizə deyim, Gəncə xanlığı işğal olunanda təbəlliyində olan Samux hakimliyi də birbaşa Rusiyaya tabe edilir. Yəni, bunun qaydası budur. Digər bir məsələ, həmin dövrdə elə 1804-cü ildə İlisu Sultanlığının ələ keçirilməsi faktını da gözümüzdən qaçırtmayaq. Çünki bu vacib amillərdən biri idi. Və Car Balakənin işğalında, baxın, 1803-cü ildə biz əgər, belə deyim, mart-aprel ayında bütün xanlıqlar Car Balakənin işğalına icazə verməsəydi, Rusiyanın Azərbaycana girişi tamamilə qadağan olacaqdı. Amma yenə də nə proses yaşadı? O prosesi yaşadıq ki, mənfəət. Hər biri öz mənfəətini güddü və öz mənfəəti üçün mübarizə apardı. Yəni, belə deyim ki, bütün bunların hamısı nə idi? Azərbaycanın işğalına şərait yaradan amillər idi. Və belə deyək ki, Azərbaycan xanlıqları ilə bağlanan bütün müqavilələr nə idi? Hamısı sadəcə formal xarakterli idi. Yadda saxlayın. Azərbaycanı birləşdirmək üçün atılan addımlar idi əslində. 1805-də bildiyimiz kimi Kürəkçayı kimlər bağladı, gözəl insanlar? Qarabağla Şəki hamıdan tez bağladı. Qarabağın da bağlamağının səbəbi nə idi? Baxın, həmişə Qarabağın səbəbini soruşanda yadda bir şey saxlayın. Nazı dövrə getmək lazımdır. Qarabağ niyə həmin bu Kürəkçayı tez bağlayır? Ona görə ki, ən birinci Gəncə xanlığına 2 top verilmişdi da döyüşdə, düzdür? Bu sirrin üstü açılmasın deyə və xalqı, belə deyək də, öz xalqını məhv eləməsinlər deyə məcbur variantda qaldı. Tez təbəlliyyə keçdi ki, Rusiya bunun haqqında heç bir tədbir görə bilməsin. Şəki ardınca öz itaətini göstərdi. Ancaq Şamaxı dekabr ayına kimi, deyək ki, Mustafa xan dövrüdür, Şamaxı dekabr ayına kimi mübarizə apardı. Sonradan isə bu mübarizə istədiyi kimi nəticə hasil edə bilmədi və məcbur qalıb neynədi? O da Kürəkçay müqaviləsi ilə Rusiyanın təbəlliyini qəbul elədi. Bu mövzunu sizə bu cür izah edirəm ki, yəni başa düşəsiniz ki, Qarabağ birdən-birə, yəni yürüş olmadan niyə qəbul edir? Gördüyünüz kimi Gəncə xanlığına etdiyi yardıma görə qorxuya düşdü ki, üstü açılar və Qarabağ xanlığına Rusiya rəhm eləməz, divan tutar. Ona görə də bu addımı atdı. Şəki xanlığı da Gəncənin başına gətirilən hadisələrin Şəkinin başına gəlməsin deyə məcbur qəbul elədi. Ancaq Mustafa xan öz istəkləri üçün, belə deyək, baxın,
digərlərindən fərqli olaraq öz istəkləri üçün mübarizə apardı, amma istədiyini ala bilmədi və sonda nə elədi? Məcbur qalıb artıq bu Kürəkçay müqaviləsini imzaladı ki, Şamaxı xanlığına da divan tutulmasın. Bütün bunlar dediyim kimi Rusiyanın Azərbaycana olan xofudur. Baxın, günü bu gündə bəzən olur, tarixçilər dərslərimizi oxuyuruq, mütaliə edirik və öyrənirik. Dərslərimiz bizlərə öyrədir ki, məsəl üçün də düşmən qüvvələr Azərbaycanı işğal etməkdə məqsədi nə idi? Ərazisini genişləndirmək, neftinə sahib olmaq və ya Azərbaycana tabe eləmək, dənizdən istifadə eləmək. Bütün bunlarda yəni zəngin yataqları var. Azərbaycan onlar üçün bir xam mal mənbəyi kimi gözlərinə dəyirdi. Ancaq ortada bir məsələ var idi. Bugün uşaqlardan mən soruşanda bəzən təəccüb keçirdirəm. Niyə? Sual verəndə ki, sizin ən böyük düşməniniz kimdir? Sadəcə bir cavab var. Ermənistan. Hər kəsin dilində bu var. Mən demirəm erməni düşməndir. Erməni düşməndir. Amma bizim əsas düşmənimiz erməni deyil. Bizim əsas düşmənimiz yadda saxlayın. Bizim ən əsas və ən böyük düşmənimiz Rusiya. Bunu yadda saxlayın. Rusiya həmişə düşmənimiz olacaq. Ermənistan isə, baxın Ermənistan. Ermənistan düşünün ki, Rusiyanın bir nəyidir? Alt təbəqədən bir qulu. Qullardır. Bunlar qul ölkəsidir. Baxın, bu quldur. Qul. Rusiyanın quludur. Bunu yaxşı yadda saxlayın. Ən böyük düşmənimiz Rusiyadır. Tarix bunu sübut edir. Tarix necə sübut edir? Deyir 1722-23. Maraq eləmişik. 1796. Maraq eləmişik. 1801. 1813. Eləmişik. Hələ çox var. Prosta kesilənlərlə deyirəm. 1826, 1828. Hələ bunun ardınca da müəyyən dövrlərimiz var. Və hətta bütün müharibələrimizi, ərazilərimizi işğalı ilə görə bilərik. Bu hələ ki, indiyənə qədər, deyək ki, Türkmənçaya qədər olan hissəsidir. Ondan sonrası da var. Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qəsdlər, Azərbaycan Respublikası qurulana qədər olan Azərbaycana qarşı inamı, etibarı öldürmək, xalqı məhv eləmək, xalqın inanclarını yox eləmək. Bütün bunlar üçün Rusiya çox çalışır. Yəni, günü bu gündə mən birinci düşmən deyəndə kimi deyirəm Rusiya. Deyirəm, ikinci düşmən dedim, onun qulu Ermənistan. Həmişə bunu belə yadda saxlayın. Ən böyük düşmənimiz Rusiyadır. Çünki həmişə tarixən bizim torpaqlara göz dikən və bizim torpaqları ələ keçirməyə çalışan bir ölkədir. Və sizə bir söz deyim. Mən həmişə Putini kimə bənzədirəm, bilirsiniz? Putin bərabərdir. İkinci Kir. Sual verəcəksiniz, niyə? Çünki ikinci Kir də öz qanında boğuldu, düzdür? Öz qanında boğuldu. Mən inanıram ki, bunun da tarihi bundan eyni olar. Bu insanda öz qanında boğulmaq istəyir. Yəni, Putin də öz qanında boğulmağa layiqdir. İkinci Kir. Niyə? Ona görə ki, Putin öz vətəndaşına, yəni Ukrayna soydaş qardaş deyil, amma Ukraynaya müharibə edir. Və ona görə də Rusiyaya heç vaxt inanmaq olmaz və onun havadarı erməni varsa, bu xislətə heç bir halda inanmaq mümkün deyil. Canlıya gələn hər birinizdən həmişə deyim bir sözü ki, gözəl insanlar, canlıma qoşulanda da çalışın, dəstək olun, canlımızı qaldırın. Və videonu izləyərək dəstəyimizi əsirgəməyin, daimi sürətdə dərslərimizi sizlərlə bölüşəcəm. İnanıram ki, bu dərslər sizlər üçün faydalıdır. Hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm.